ولقد بعثنا في كل أمة رسولا أن اعبدوا الله واجتنبوا الطاغوت. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu muhterem Müslümanlar. Allah'ın izniyle bugünden itibaren bilirsiniz ki biz Şeyhülislam İbn Teymiyye Rahimahullah'ın Minhacü Sünnetil Nebaviyye adlı o kitabını okuyup, Azərbaycan dilində tərcüməsini okuyup ve Allah'ın izin verdiği qədər şərh edib sizinle paylaşırıq. Onunla beraber çalışacağıq ki, Əhl-i Sünnədə olan kitablardan sizlərlə də paylaşaq, oxuyaq və sizlərlə bu məlumatları paylaşaq. Allah bizi eşidib faydalanan qullarından etsin. Bugün İmam Buxarini bir çoxumuz tanıyırıq. Yəni Qurandan sonra ən sahih kitab olan Sahih Buxarinin hədislər toplusunun müəllifi Muhammed İbn İsmail Əl-Buxari. Onun bir kitabı var, qulların əməllərinin yaradılması. Qulların feillərinin yaradılması. Bu cürdə tərcümə edilir. Xalqu əf'alil ibad. Bu kitabı barədə oxuyub məlumat sizinlə paylaşacağıq Allah'ın izniyle və Minhacü Sünnəni bitirdikdən sonra bu kitabı da içərisindəkiləri oxuyub onları da sizlərlə paylaşacağıq ki, Allah faydalı etsin. İndi isə bu kitab və bu kitabın müəllifi barədə sizlərə məlumat verməyə çalışacağım Allah'ın izniyle. İmam Buxari bir çoxumuzun tanıdığı, Əhl-i Sünnədə ümmətin Qurandan sonra ən səhih bildiyi əsərin, kitabın müəllifi, Sahih Buxarinin müəllifi Muhammed İbn İsmail Əl-Buxaridir. Tam adı belədir. İmam Buxari İslam tarixində ən mötəbər və ən etibarlı alimlərdən biridir. Uşaqlıqdan güclü yaddaşı və elmə sevgisi ilə seçilirdi. Gənc yaşlarından etibarən hədis öyrənmək üçün illərlə səfərlər edib, minlərlə alimdən elm alıb. Minlərlə alimdən, diqqət edin. Bugün bir nəfər gedir bir alimlə görüşür, vəssalam, özünü qoyur, elm tələbəsi, alim, bitdi. Bir dənə görüşməklə, bu belə olmaz. Alimlər olub, nə qədər fətva eşləndən sonra, nə qədər alimlərdən fətva alandan sonra və nə qədər kitablar oxuyandan sonra ona alimlər deyiblər ki, özündən böyük edib fətva verə bilərsən. İmam Buxari də onlardan bir nümunə. Minlərlə alimdən elm alıb. Minlərlə. Bu zəhmətin nəticəsi olaraq Sahih Buxari adlı əsəri yazıb və bu kitab Quran-ı Kərimdən sonra ən etibarlı və ən səhih kitab kimi qəbul edilib. Ancaq İmam Buxari təkcə hədis toplayan alim deyildi. O, əqidə məsələlərində də açıq və möhkəm mövqeyi olan bir imam idi. Onun bu mövqeyini ən aydın göstərən əsərlərindən biri də qulların feillərinin, yəni əməllərinin yaradılması adlı bu kitabıdır. Bu kitab Hicri ili ilə 3-cü əsrdə yazılıb. O dövrdə müsəlmanlar arasında ciddi əqidə mübahisələr vardı. Yəni əqidə ixtilaflar, fitnələr, hər şey bir-birinə qarışmışdı. Bəzi qruplar deyirdi ki, insan etdiyi əməlləri tam özü yaradır və Allahın bu işlərdə yaratması yoxdur. Digər tərəfdən isə insanı tam məcbur hesab edən fikirlər yayılırdı. Bu iki yanaşma da yanlışdır. Biri Allahın qudrətini kiçildir, digəri isə insanın məsuliyyətini aradan qaldırır. İmam Buxari də bu kitabı elə bu qarışıqlığı aradan qaldırmaq üçün yazıb. Kitabın əsas mesajı çox sadədir. Bütün əməlləri Allah yaradır, amma insan onları seçdiyinə görə cavab verəcək. Yəni insan namaz da qıla bilər, günah da edə bilər, seçim ondandır, yaradılış isə Allahdandır. Baxmayaraq ki, bu kiçik bir kitabdır. Daha doğrusu kiçik bir əsərdir, 60-70 səhifədir. Lakin içində çox güclü və dərin mövzular var. Çox güclü və dərin. Kitab qısadır, amma məzmun etibarı ilə ağırdır, böyükdür. Orada ayələr,
sahih hədislər, səhabə və tabiinlərin sözləri toplanılıb. Bu əsəri oxuyan adam özü görər ki, orada İmam Buxari rahiməhullahın öz fikirləri, öz şərhi azdır. Əsasən ayələrdən və hədislərdən gətirib və onları bildirib. Bu kitab Əhl-i Sünnə vəl Cemaatın əqidəsini açıq şəkildə ortaya qoyur, nə ifrata gedir, nə də təfritə. Nə insanı robot kimi göstərir, nə də Allahı hadisələrdən kənarlaşdırır. Məhz buna görə sonrakı böyük alimlər bu kitabı əsas mənbə kimi qəbul ediblər. Tarixi mənbələrdə qeyd olunur ki, İmam Buxari bu əqidəsinə görə sıxıntılarla üzləşib, hətta yaşadığı yeri tərk etməyə məcbur edilib. Amma bütün bu çətinliklərə baxmayaraq, o bu kitabda yazdığı fikirlərdən geri atıb atmayıb. Bu da onun təkcə alim yox, mövqeyli və haqqı çatdıran bir imam olduğunu göstərir. Qısa desək, qulların feillərinin yaradılması, xalqu əf'alil ibad, yəni qulların əməllərinin yaradılması həcmdə kiçik, amma mənaca böyük əsərlərdən biridir. Oxunması asandır, düşünülməsi isə dərinlik tələb edir. İmam Buxarinin əqidəsini və Əhl-i Sünnə yolunu anlamaq istəyən hər kəs üçün bu kitab tövsiyə edilir, çox dəyərli bir mənbədir, oxunması lazım olan kitablardandır. Və İmam Buxari rahiməhullah Hicri ili ilə 256-cı ildə Ramazan ayının son gecəsində vəfat edib. Ölümündən biraz əvvəl uzun müddət xəstə idi. O vaxtlar doğma vətənindən uzaqda yaşayırdı və Səmərqənd yaxınlığındakı Xərtəng adlı kənddə qalırdı. Xərtəng. Məhz orada dünyadan köçdü. Rəvayətlərə görə vəfatından əvvəl dua edərək demişdi: "Artıq gücüm qalmayıb. Ey Rəbbim, sənə qovuşmaq istəyirəm." Rəbbinə qovuşmaq istəyirdi. Allah da onun bu duasını qəbul etdi. İmam Buxari sakit və təbii şəkildə ağır əzab çəkmədən ruhunu təslim etdi. Onun ölümü elm aləmi üçün böyük itki oldu. Amma qoyub getdiyi əsərlər, xüsusilə Səhih Buxari, onu bu günə qədər yaşadan bir miras oldu. Allah ona rəhmət etsin. Allah bizləri də onlar kimi dinini doğru yaşayıb, sabit şəkildə dində olub və müsəlman olaraq ölənlərdən etsin. Nəstəğfiruhu və nətubu ileyh. Elhamdülillahi Rabbil aləmin.